Son illər xaricdə təhsil almaq istəyən azərbaycanlı gənclərin sayı artıb. Bəziləri dövlət proqramı ilə, bəziləri fərdi şəkildə təqaüd qazanaraq, bir qismi isə vasitəçi şirkətlərin dəstəyi ilə xarici universitetlərə qəbul olunur. Vaxtilə dövlət proqramı ilə xaricdə təhsil alan Şamil Mustafayev deyir ki, burada seçim mərhələləri və öhdəliklər gənclər üçün əlavə məsuliyyət yaradır. Üstün tərəfi isə odur ki, təhsil haqqı ilə yanaşı yaşayış, viza, qeydiyyat, tibbi sığorta və beynəlxalq nəqliyyat xərclərini də tam qarşılayır. 2015-ci ildə müraciət etmişdim və proses çox asan idi, qəbul almışdım. İlk öncə universitetə, daha sonra həmin sənədləri təqdim eləmişdim proqrama. Yay aylarında təxmini müsahibə olmuşdu və müsahibədən sonra da qərar çıxmışdı, təsdiq qərarı təbii ki. Eindhoven Texnologiya Universitetində təhsil almışam. Xərclər tam qarşılanırdı. Məzun olduqdan sonra Azərbaycana qayıtmaqla bağlı təbii ki, öhdəlik var idi. Bununla bağlı hətta Təhsil Naziri dəstək də olurdu. Çətinliyi, açıq heç bir çətinlik də görmürəm. Təbii ki, əgər hər hansı bir şəxs xaricdə təhsil alıb xaricdə qalmağı düşünürsə, o zaman bu proqram o şəxs üçün deyil. Bir sıra ölkələrdə xarici tələbələr üçün təqaüd proqramları mövcuddur ki, burada əsas işi vasitəçi şirkətlər edir. Namizəd öncə müvafiq ali məktəbə qəbul alır, daha sonra isə təqaüd üçün müraciət edir. Belə proqramlara həm universitetlərin daxili təqaüdləri, həm dövlət təqaüdləri, həm də özəl şirkətlərin təqaüd proqramları daxildir. Özyeğin Universitetində təhsil alıram. 4-cü ilimdir, 4-cü kursam. Mən endirimli oxuyuram. İlk öncə SAT imtahanımı verdim. SAT imtahanının nəticələri ilə gəldim yaxınlaşdı şirkətinə. Onlar mənə universitetə müraciət elədilər. Sənədlərimi göndərdilər və universitetin daxili endirim proqramına layiq görüldüm və 40% endirim aldım. Bakalavr Türkiyənin dövlət universiteti olan Kayseri Ecəs Universitetində oxumuşam, turizm fakültəsi üzrə. Bakalavr dərəcəsində təqaüdüm olmayıb, düzdür, amma magistratura ixtisasım beynəlxalq münasibətlər olub. Türkiyədə keçirilən magistratura imtahanı var, ALES imtahanı. O imtahana girərək müəyyən bir bal üzərini toplayanda universitetlər sizə daxili təqaüd verir. Mən bu imtahana girdim və nəticəm yaxşı olduğu üçün bakalavr ixtisasımı oxuduğum universitetdə Kayseri Ecəs Universitetində magistratura ixtisasımı təqaüdlü olaraq bitirdim. Xaricdə təhsil üzrə mütəxəssis Mir Yusif Cavadzadə deyir ki, sözü gedən ali məktəblərdə həm akademik nəticələrin üstünlüyünə görə, həm də ehtiyac meyarlarına uyğun təqaüdlər mövcuddur. Bəzən ölkələrin öz təqaüdü var, bəzən isə universitetlərin öz təqaüdü var. Yəni tələbələr bütün təqaüd növlərinə müraciət etməkdə sərbəstdir. Ümumiyyətlə dünyada bir çox təqaüd mövcuddur ki, hansı ki azərbaycanlılarda müraciət edilir. Ölkəyə müraciət etdikdə artıq biz gərək birinci universitetdən qəbul olaq, sonra isə ölkə təqaüdünə müraciət edək. Əksərən prosedurlar bu cür olur. Təbii ki, fərqli ola bilər. Amma bəzən isə heç bir ölkə təqaüdü olmadan da universitetlərin öz daxili təqaüdləri olur ki, tələbələr buna da müraciət edə bilər. Bunun üçün də tələbələr göstəricəli yüksək olmalıdır və yaxud özlərinin daxili imtahanı ola bilər, özlərinin daxili tələbləri ola bilər ki, o tələbləri tələbələr yerinə yetirməlidir. Digər müsahibimiz Urfan Qədimov isə bildirir ki, təqaüd proqramlarını fərqləndirən əsas cəhət onların verdiyi imtiyazlardır. Burada maliyyə imkanları cəhətdən dövlət xətti ilə təhsil ala bilmək daha effektivdir. Universitetin və ya yerləşdiyi ölkənin təklif etdiyi təqaüdlər yataqxana, təhsil haqqı kimi məhdud xərcləri qarşılayır. Dövlət proqramı var, buna da müraciət edə bilər tələbələr və burada da bir şərtlər digər özəl və ya dövlət universitetlərindən fərqli olaraq biraz çətindir. Burada bir çox sənədlər tələb olunur, motivasiya məktubu tələb olunur, eyni zamanda yüksək dil balı tələb olunur. Buna görə bunlar dəyişir. Dövlət proqramlarında həm təhsil haqqı ödənilir dediyimiz kimi və aylıq ölkəyə görə təqaüd verilir tələbəyə, ancaq digər universitetlərin təqaüd proqramlarında sadəcə təhsil haqqında təqaüd olur. Dövlət proqramında bəlirli bir kota var. O kotada yəni hər kəsə sənədlərinin və ya ballarının üstünlüyünə görə dəyərləndirilir. Qeyd edək ki, 2026-2027-ci tədris ili üçün xaricdə təhsil üzrə dövlət proqramına sənəd qəbulu bu ilin mart-aprel aylarında başlayaraq iyunun ortalarına qədər davam edəcək. Proqrama müraciət etmək üçün əvvəlcə siyahıda yer alan universitetlərdən qəbul məktubu almaq lazımdır. Turqan Əliyev, Ayşən Sərdar qızı, Vüsal Hüseynov, Xəbər Ertəsi.